Avropalı birləşdirərək özümüzə maşın alırıq. Bölüm 27. Bu bölüm səbr haqqında danışmaq istəyirəm. Mənim həyatımda uşaqlığımdan da indiyə kimi mən bu həyatda nə arzulamışamsa o olub. Lakin bir miqdar gecikməklə olub. İndi Allahın məsləhətinə şükür Avropaya gəlmək də bu istəklərimin arasındadır və o da olub. Düzdür, 2-3 il çəksə də, yəni müəyyən çətinliklərdən keçsək belə bu olub. Mən anladım ki, insan həqiqətən bu səbri, Allahın bu elmini, yəni anladığı zamanda, dərk eləməyə çalışdığı zamanda həyat daha da rahatlaşır, daha da asanlaşır. Yəni nəyəsə sıxma boğmaya, samaya ehtiyac yoxdur. Yəni biraz rahat, relax, sakit. Yəni sən yolunu tap, yolunu tut. Yəni irəliyə doğru get, bütün gücünü, yəni qoy ortaya, vuruş, döyüş, çətinliklərə qarşı, yəni keç bu çətinliklərdən. Çətindir, başa düşürəm, amma yəni bu çətinlikləri keç, irəliləməyə davam elə. Olacaq, hər şey olacaq. Sadəcə səbir, bu qədər.